Bismillahirrahmanirrahim. Ulu Tanrının adı və yadı ilə Beyin Mühəndisliğinə qarşı Türkçə əski kitablar proqramının 438-ci bölümün Allahın adı və yadı ilə başlayıram. İnşallah xeyirli olsun. Keçənki cəlsədə İskəndərnaməni oxumağa başladıq ki, bu kitab İranın Məclisi Şurayı İslamisində saxlanırdı və rəhmətli Sultanül Qurrayı Həzrətlərinin hədiyyəsi idi. Allah Teala rəhmət eləsin Sultanül Qurrayı cənablarına. Ərz edeyim ki, bu günləri bir də o kitaba baxdım indi proqram açılmadan öncə. Gördüm ki, bu kitabda əvvəldə o adında yazıblar müəllif Əhmədiyə Cərmiyanlı Əhməd. İndi biz bunu bir keçənki qaydıram yenə həman şeyə, bunu bir də orada soruşaq görək ki, bunun belə bir yazar İran Məclis Kitabxanası bu kitabın müəllifin Əhmədi Cərmiyani yazmış görünür. Bu Əhmədi əcəba həman Əhmədidirmi, yoxsa fərqli bir adama və yazara işarət edir. Görək ki, bu məlumatı da alaq, sonra davam edək görək ki, bizim bugünkü kitabımız hansısı olacaqdır, onunla tanış olaq. Nədən isə bunlar da bu günləri çox yavaş hərəkət. Xeyr, fərqli bir adam deyil. Məclis kitabxanasında qeyd olunan Əhmədi Cərmiyani elə bizim danışdığımız Taceddin İbrahim Əhmədidir. Bunu mən bir də burada yazım. 10 dana miniatür var, bunu oxuduq. Yazarı mən Kamil adın yazar. Kamil adın burada yazsam. Taceddin. Harada qaldı? İbrahim Əhmədi. Taceddin İbrahim Əhmədi Cərmiyani. Bu məsələnin tarixi açıqlaması Cərmiyanın nisbəsi. Cərmiyan sözcüyü başqa bir şəxsin adı deyil, bəlkə Əhmədinin doğulduğu və yaşadığı coğrafiyaya və siyasi dövlətə, Cərmiyan oğulları bəyliyinə işarə edən bir nisbədir. Cərmiyan oğulları bəyliyi Əhmədi 14-cü əsrdə Anadolunun Kütahiyyə, bu günlərlə Kütahiyyə deyilir, Kütahiyyə bölgəsində Cərmiyan bəyliyinin hakimiyyəti altında dünyaya gəlmişdir. O, Osmanlı sarayına, İldırım Bayezid və Süleyman Çələbi dövrünə qoşulmazdan əvvəl öz ilk əsərlərini və elmi fəaliyyətləri məhz bu bəylikdə Cərmiyan bəylərinə xidmətdə başlamışdır. Elmi və tarixi qeydlər. Dilçilər, tarixçilər və kataloqlar, nüsxəşünaslar, katalogiya mütəxəssisləri bu böyük şairin başqa Əhmədi təxəllüslü yazarlardan ayırmaq üçün onu tez-tez Əhmədi Cərmiyani və ya Əhmədi Cərmiyani kimi kataloqlara salırlar. Nə fərqi var? İkisi də biri adı yazıbdır. Birində Əhmədiyyə, bir dənə altına kəsrə qoyubdur, birində kəsrəsiz yazıbdır. Nəticə etibarilə Məclis Kitabxanasının qeydi tamamilə doğrudur. Tamam, bu da ki, beləsi.
Bu kitabı gördük. Dünən də bir nəfər götürmüşdü Instagramda yazmışdı ki, ya Facebookda yazmışdı ki, bu kitab İskəndərnamə və habelə bu padişahın adını yazmışdı ki, bunlar ikisi də şeydilər, farsdılar. O halda ki, hər ikisi də qələt idi. Çünki adam oxumayıb ki, fəqət istəyir elə danışsın, bir şey desin. İndi gedək bugünkü kitabımıza bir baxaq, görək ki, bugünkü kitabımız nə haqda olacaq. Kitabı keçən dəfə açmışdıq. Bunu bağlayaq. Bu da ki, açılmadı. Bunu delete eləməliyik əslində kitabdan. Mən gedəcəm, bunu buradan delete eləyim. Bu sonra indirdiğimiz kitabdır. Tamam, bu Əhmədi Mənzum İskəndərnamə açılmadı. Bu naqis şey olmuşdu. Onu şey elədik. Divan-ı Məşrəb. Şimdi Divan-ı Məşrəbi oxuduq. Ya qaldı, onu da əgər açılsa. Fikirəm bunun da yenə bir iradı olacaq. Fikirəm iradı olacaq Divan-ı Məşrəbin keçən seri. Bunları o çox şey eləyəndə düşüb düşməyibdi məsələsidir. Burada əlbəttə bir dənə kitab açdım. Bu günləri o nə idi? Divan-ı Məşrəb, o Kuşki ya da Kuşki. İndi bu kitabı geçsəm burada görüm bunu indirmişəm Məşrəbi Tazaşdan ya yox. Bəli, indirmişəm. Bunu buradan silmağım səlahdır. Bunu buradan silah, bu açılmır. Və gedək üstə. Burada əlbəttə Divan-ı Əmir Hidayət yazdıblar. Biz də bunu beləsi elədik. Amma bu əslində bir dəfə də açsaq bunu. Divan-ı Əmir Hidayət. Bu başqa bir kitabdır. Bu öncə bir ayrı kitabdan götürdüyümüz ki, çox da önəmli bir kitab idi. Budur. Bunun içində çoxlu şeylər də var idi. Məsələn, bu nədən isə bu, həm bu kitabda var, həm bir ayrı kitabda. Yəni, bu miniatür cəlibdir ki, iki kitabda təkrar olur aynı. Nədən beləsi bir şey iki kitabda aynı miniatür təkrar ola bilir, onu bilmədim. Bunları əlbəttə görmüşük və mən bunların bir ikisində qısa videolar düzəltmişəm. Umarım ki, xoşunuz gəlsin. Tamam. Bunu görmüşdük. Divan-ı Əmir Hidayəti görmüşdük. Bunu buradan bağlayaq. Amma gedək o kitab hangisiydi? Bu hangisidir qalıb burada? Cəlibdir. Bu şey açılmadı. Məşrəbi gedək üstdən indirmişdik əvvəlcən. Bunu buradan indirək. Görək açılır ya yox. Umarım ki, açılsın. Çünki keçə o birisi açılmırdı. Dedik, bəlkə bu açılar, bu da açılmadı. Təəssüflə ehtimalən orada yükləyəndə naqis yüklənibdi. Yoxsa bu gərək insə, kamil insin. Aha, açıldı. Açıldı və əvvəl bu məşrəbi baxaq. Görək ki, bu məşrəb yox, bu nədir? Məsnəvi Kuşkidir, nədir? Buna bir baxaq. Görək, əvvəl kitabı kiçiklədirək, səfiyyə yerləşsin. Kitabın boyu çox uzundur, görünür. Əgər diqqət eləsək, kitabın ortasında bir şey var, bir islimi deyək, ya deyək, təzhib var, amma təzhib deyil. Elə gönnəndir, çəkiblər, kitab öz cildi göndür, dövrəsində də bir qazma ya basma, yenə də bir təzhib kimi bir şey var imiş ki, o da aradan çürüyübdür. Yəni, gön çürüyüb, dövrəsi kamilən görürük ki, kitabın çürüyübdür, rəngi də kamil dəyişibdir. İçinə baxırıq cildinə, cildin içinə baxanda görürük ki, burada da
biri ayrı kağızla yapıştırmışmışlar. Üstüne Tazaşdan bir ayrı kağız yapıştırmışmışlar. Tazaşdan ayrısın. O iki mərhələ qopubdur. Üçüncü mərhələ این کتاب تعلق دارد به م الف. Burada da üstte bir şey yazıbdı. Kitap şey olubdu, heyf olubdu. Bir şey yazılmışmış. Siliplər əmdən. Əmdən siliplər qırağında təqdim filan məqdəmitan belə bir şey görsənir. 1339-da bu kitabı bu adam Məhəmməd Əli adında imzalayıbdı. Məhəmməd Əli hər nədir? Kitabın burası da qatlanıbdı, tökübdü üstünə. Təəssüflə belə bir cinayətlər olur kitabın haqqında. Adam istir qabaqçı belə olmasın, kitabı qərəlir. Öyle onun sicillisidir. O kimin əlindən kimin əlinə keçibdi, onu bizə göstərən bir şeydir. İndi burada yazıbdı ki, bazdid şod. Zahirən bu da məclisdə olacaqdı. Astan-ı Quds Rəzəvidə olacaqdı. Bu da sansurdan keçibdi. Bazdid şod 1351-də bir dəfə bazdid olubdu. 1902-də bazdid olmuşmuş. Diqqət buyurun 1902-də. Sonra 5 Xurdad 1331-də bu kitab gedib yetişib bura. Məsnəvi Türki 5630 nömrəli burada kağız yapışdırıblar, qoyublar üstünə. 34 vərəq yazıblar. Yəni olacaq da 68 səhifə. Burada kitabın birinci səhifəsində çox yazılar görürük. Acaba bu kitabın yazısıdır? Yox, bəli, kitabın yazısı deyil. Əl yazıdır. Hətta bu birisi səhifədə də kitabın yanında oxuyubdur. Ehtimalən bir şeylər yazıbdır. Bunu da görürük. Kitabın bu model ki, əlan bunu görürük. Gördüyümüz 5 dənə Türk mədəniyyət ocağının hamısı ilə fərqlidir. Yəni bu səfər biz ayrı bir mədəniyyət ocağı ilə tanış olacağıq. Burada da bir qərini nabi belə bir ad yazıblar. Acaba bu nədir bilmirəm. Birinci səfhə bizə bu kitabın biraz da yekəldim bu görsənsin. Birinci səfhə bizə kitabın hangi Türk mədəniyyət ocağına, mədəniyyət quruluşuna, mədəniyyət yaradıcı bölgəsinə aiddir, onu göstərir. Bu nəqqaşı ki, burada görürük, ya bu təzhib ki, burada görürük, ya bu eslimi bilmirəm, hər nə desək adına, bu Osmanlıdan fərqlidir, Səfəvidən fərqlidir, Hərat mərkəzindən fərqlidir, Səmərqənd və Buxaradan fərqlidir və habelə Krım türklərindən fərqlidir ki, bu günləri həmişə bu kəlmə nədən olur? Bu ada gələndə zehnimdən qaçır bir neçə saniyə. Oranın rəis cümhuru Brejnevski Rusiya ilə savaşır. Ukraynada da türklərlə fərqlidir. Bu hətta bunu nəqqaşlıq eləyəndə o qədər də diqqət eləməyiblər qərinə olsun. Yəni o tərəfinə bir dənə məsələn, indi əlan biz burada ortadan görürük ki, hər şey gərək eyni bir-birinin tayı ola bilər. Elə bir aynadır ortadan. Amma buna baxanda görürük ki, hər şey fərqli ola bilibdir. Biri yoğun, biri nazik, biri əyri. Yəni bunu görürük ki, burada qərinə yoxdur. Mütəəssifanə kitabın ortasında ehtimalən ad yazılacağı ya hər nə yazılacağı idi. Orada elə bir silinibdir. Yəni əmdən silinmək kimi görsənir. Hər halda kitabın boyu çox uzundur, bu özü bir təfavütdir. O birisi mədəniyyətlərlə. İkinci bu ki nazikdir, kitabın eni azdır. Bu da birdir. Üçüncü bu ki bu baş yazı ki vardı, baş nəqqaşı ki vardı ya təzhib ki vardı. O çox fərqlidir və özündə də təadül yoxdur. Yəni qərinə deyil. Qərinə kimi görünür, amma qərinə deyil diqqətinə baxanda. Ondan sonra şeir başlayır. Kitabın özünün də səfəl sayı azdır. Biz iki səfədə bu çarçivəni görürük. Çarçivənin ortası da rəhlənibdir. Qıraqda da qırmızı rəng görürük. Yəni ehtimalən su düşübdür, nə düşübdür, çəkiblər belə. O kitabda bir rəng, qırmızı rəng görürük.
O birisi səhifədə çərçivələr eyni elə həman əvvəlki səhifə kimi davam edir. Başlıqları görürük, biraz fərqli rənglə yazılıbdır. Hər şeirin başında bunları baxarıq görürük ki, bura hara türküdür. Səfhələr də rəngi dəyişir. Yəni məsələn hər diqqət buyursanız 1, 2, 3. Yəni 2 vərəq ağdır buracan gördüyümüz, bir vərəq qırmızı. 2 vərəq ağ, bir vərəq qırmızı. Bəli, bəli. Dəqiqən o cür gedir. Rəhlər indi məsələn buracan bəzi yerdə gördük başlıqlar, şeirin başlıqları yaşılla yazılırdı. İndi görürük ki, çevrildi qırmızı ilə yazılır. Kitabın ortasında, bununla belə ki, kitabın eni azdır, amma bunun ortasında yazılıb. Yəni şeirin az qala yazıldığı yer qədər də kitabın böyründə boş yer var. Gözəl bir xətt ilə yazılıbdır. Adında yazmışlar türkçə, amma oxumadıqca bilməyəcək ki, bu türkçədir ya yox. Çox bir cəlib kitabdır. Dövrəsinə kitaba su gəlibdir. Bu qətidir ki, bu kitaba heç onun bir bölümünə su gəlibdir. Hətta məsələn indi bu səhifəyə yetişmişik. Bu səhifədə su quruyubdur. Kitab qırışıq qalıbdır. Onu görürük bu səhifədə. Ha belə rəhlər çıxıbdır. Yəni qırmızı rəng çıxıbdır. Bilmirəm bu qədər cöhər qırmızı rəng hardan buna yapışa bilər. Burada da sarı rəng kitabın ortalarını, oralarını gedir. Bəzi yerlərdə yaxşı görsənmir. Bilmirəm illəti. Məncə illəti elə həman rənglərin qatışmasıdır. Burada yenə də kitab alan ya kitab saxlayan sahibi bir şeylər oxuyub şeirə görə ya hər nəyə görə burada 3 dənə yazı yazıbdır. Və kitabın axırı Kitabxanə-i Milli Məlik adında bir yerdə, amma əvvəldə Qudsi Rəzəvini gördük. Kitabın indi cildinin eşiğini görürük, yəni cildin son cildi görürük, çift kimidir. Çift kimi üçüncü çantanın ağzı kimi gəlir, bağlanır. Onu da burada görürük. Biz camtayı deyirdik, çanta, camtayı biz deyirdik. Kitabın cildinin eşiğini də görürük və bu qədər qurtulur. Kitabın əgər son səhifəsinə baxsaq, ehtimalən burada bir yazılar görək. Əlbəttə bu yazılar fikir eləmirəm kitaba ilgili olsun. Ehtimalən bunun üçün kitab sahibləri 1274 Hicridə ehtimalən burada bir şeylər yazıblar. Onu görürük. Amma gedək indi biz sürətlə kitabımızın əvvəlindən vərəq vuraq görək ki, təalluq darət be Mim Əli Məhəmməd Əli hər nə mənədə o görsənmir. 1339 deyə tarix qoyublar. Hicri qəməri hududən bir 150 ildən çox bu alverin tarixidir. Bu birinci səhifədə yazılara baxıram, görüm ki, acaba burada bir şey görə bilərik. Acizan Qudsi Rəzəvinin Kitabxanə-i Milli Məlik deyə ehtimalən elə ikisi bir şeydir. Şumarəsi 5630-cu tarixi səbt. Bu kitab gəlib o zaman yetişibdir kitabxanaya. 5 Xurdad mahı 1331. Ehtimalən bu şəmsi olacaq, qəməri olmayacaqdır. Dəxələhu fi silki mülkil həqir əl-fəqid Süleyman Bəği əl-fəqid Süleyman Bəği ya Bəğdi بتنیب خاص علا انها belə əliyün ənha ya əla ənha bu nə deməkdir bilmirəm nə. Sahibuhu təzəşdən sahib Seyyidin əl-Əziz əl-Əsl Dilməqani ya Dilməqayi belə bir adı vardı. Deyləməqan da ola bilər, Deyləməqani. Əl-Əzizul Əsl, bu adı Əzizul Əslidir, Deyləməqani. Bu adam bu kitabın əsl indi sahibi olubdur. Əlbəttə üstdə də bir ayrısı var imiş, o da onun sahibi olubdur. İmzalayıblar zahirən buranı. Burada bir yazı tərsə yazıblar. Görüm oxuya bilirik bu tərsə yazını. Hara getdi? Yox, oxuya bilmirəm. Mosum mərsum La ərzi seyyidina duaf belə oxuya bilmirəm. Bu nədir deməkdir? Onu oxuya bilmədik.
Səla bu məktubi uşağın oxumur. Mən bu xətti oxuya bilmirəm. Bu kitabı alver məsələsi olacaqdı. Ehtimalən degim aldım zinşa ancaya yarxıc ağaya ağalar günahə qunabinə vəkili sabiq hubud. Bu xətti oxuya bilmirəm. Bu xətt çox fərqli. Amma gedək kitabın içinə, qıraqda da bir yazısı var. Onunla da işimiz yox. Kitabın özünü oxuyaq. Görək bu kitab nədir və kim yazıbdır. Üstdə Məsnəvi Küşki deyə yazıblar. İndi bunu gərək biz oxuyaq. Görək bu kitabda belə bir ad kimi göstərir. O adın divanın adı olacaq idi, kitabın adı olacaq idi, yazarın adı olacaq idi ehtimalən. Ya Bismillahirrahmanirrahim, əlbəttə görünür. Bismillah qalıbdı. O divanın adı ki yazılacaq idi, bu kitabın adı yazılacaqdı. O qisməti siliblər. Əmələn, yəni bəllidir. Burada baxanda nəqqaşidə biz görürük ki, ora silinibdir. Nəqqaşinin içi də fərqli olub, qərələnibdir. Bismillahirrahmanirrahim. Həmd ol Allah-ı Əzimüşşənə mübdi-i daire-i imkanə ki edib xame-i sın'i tədbir nüsxe-i alemi ibtidai təhrir. Rəhmət-i am-ı Xudavənd-i Kərim etdi aləmlərə feyzin təmim. Cünbiş-i lütfə. Diqqət buyurun, insan hər kəsli fəlsəfi düşünür. İslam içində. Yəni, müsəlmanların içində yaygın olan ya da yaygın hətta məsələn şazzıda deyək. Bəzi fikirlər var ki, hər adam yaygın deyil. Ona deyirlər şaz, yəni raic olmayan bir şey. O da belə müsəlmanların içində şeydir, yəni olur. Bunları bilirlər və bunun üstündə yazırlar. Mən daha bunların mənisini keçməyəcəyəm anlayışına, fəqət istəyirik kitabdan tanış olaq, görək ki, bu kitabı kim yazıbdır, hangi zamanda yazıbdır və qonusu nədir? Rəhmət-i am-ı Xudavənd-i Kərim etdi aləmlərə feyzin təmim, cünbiş-i lütfə gəlib xane-i cud, çəkdi lövh-i ədəmə nəqş-i vücud. Lövh-i ədəm nədir? Vücud nədir? Bunları öncədən danışmış olur. Baz olub dəxmə-i düşvar ədəm. Dəxmə qəbir. Amma məmuli qəbir yox. Bunlar dəxmə yeri dəlirdilər ya dağın için dəlirdilər. Köhül kimi uzun. Ölüləri apardılar, qoyurdular ora. Və orada heyvanlar zətlər geçsinlər, yesinlər, öz-özünə türüsünlər, qalsın. Həmişə yığırdılar oraya. Yəni ölüləri yığırdılar. Qəbristan deyil. Bir tane şeydi, yekə bir köhül kimi qazırdılar, yığırdılar onun içine adamları, ölülər orada yavaş-yavaş heyvanlar zatları yiyirdilər, çürüyürdülər, aradan gedirdilər. Ona deyirlər dəxmə. İndi baz olub dəxmə-i düşvar ədəm. Yoxluğun dəxməsi ki, hər şey orada çürüyüb gedib, yəni burada bir şey yoxdur. Baz olub dəxmə-i düşvar ədəm, oldu məftuh tilismi aləm. Aləm bir tilismidir bunun nəzərində. Çünki bir sözlə kun hərfi kafunun kun kün türkçə desək, kün sözü ilə kun ərəbcə desək, hər şey yerdən göyərib çıxıbdır. Adamlar, heyvanlar, quşlar, sular. Beləsi, yəni hər nə mənə ki var, yerdən, biz yer deyəndə bu yeri deməyək da, külli kainat, varlıqlar bu cüzüdür. Etdim mizan be kəf bud و nəbud. Yenə burada gəldi, etdi mizan be kəf bud و nəbud, ədəmi səngi tərazuy vücud. Çox gözəldir. Olacaq ruy vücud ayine bab, ya ayine tab olur, ya ayine bab olur. Bunun indi nə cür olur onu? Olacaq ruy vücud ayine tab, oldu mir'at ədəm surət yab. O da elə yab olacaqdır, ayine yab.
Əlbəttə B ilə başlanır, bab olacaqdır. Olacaq ruy vücud ayinə, bab oldu mirat ədəm surət yab. Mirat ayna deməkdir. İndi görün bu şey, rəf olub içrə tar ədəm. Rəf olub içreyi tar ədəm, pərdədən çıxdı səvad-ı əzəm. Səvad həm qaranlıqdır, həm də yazıdır. Yazı biz kağız üstündə yazdıqca o qərə yazı ya hər nədən içində yazıq, o orada canlanır, kağızın üstündə canlanır. Yoxluqdur da, kağızın üstündə heç zat yoxdur, yoxluqdur. O yoxluqda biz hər nə mənə yazsaq, o orada canlanır. Fərqli bir nəqqaşi çəkək, yazı yazaq, cızma qərə eləyək, hər nə eləsək, o orada görünəcəkdir. Düşünüb aləmə qali, döşənib aləmə qaliçəyi xac. Rüstənə döndü qıbab-ı əflac. Ehtimalə mən rüstən oxuyuram, amma ola bilər başqa bir şey də olsun. Ya da üstünə döndü də ola bilər. Əlif oxusaq bunu ki, əlifə çox bənzənir. Üstünə döndü. Üstünə döndü, üstünə mənə olar onda burada. Qəbab-ı əflac. Qoy görək bu kitab nə deməkdir? Əlbəttə istəyirəm bu kitabın əvvəl adını bilək, sonra bu kitabın haqqında danışaq. Burada yazaq ki, bugün bir başqa əl yazma türkcə kitabla tanış olmağa çalışıram ki, əvvəlki tanış olduğumuz 5 türk uyğarlıq beşiğindən daha fərqlidir. Bu fərqlici kitabın ən baş səhifəsindəki təzhibdə görürük. Amma kitabın kitab amma kitab ya, amma deməyək. Kitab Astan-ı Quds-i Rəzəvinin Məlik kitabxanasına töhfə olunmuş görünür ki, 1331-də, əgər səhv eləməsəm beləsi idi. 1331-də. Bu kitabxanaya verilibdir. Kitabın cildilə bərabər neçə səhifəsi var? Burada yazmışdı ki 34. 34 vərəqi vardı. 8 də 4 də buradan 38. 30 yəni neçə? 36 vərəq elər.
62. 62 səhifəsi var. Cildin özü bir hünər işləginə sahibdir. Kitabın adı PDF-də nə görsənir? Mənsuri Məşkuki. Yox, Kuşki. Məsnəvi Kuşki görünür. Amma mən hələ bu kitabla tanış olmamışam. Bir neçə beyt bunun əvvəlindən oxumuşam ki, mənə Azərbaycan ya da Azərbaycan ləhcəsi ilə türkcə yazan və danışan bir bölgəyə yaxın ləhcə ilə yazılmış görünür. Bu kitabdan bir əks salaq. Buradan bir əks salaq. Bu ikinci əks. Bu da kitabın son 2 səhifəsindən də əks salaq. Tamam. Kitabın əvvəl divanın üstündə heç zat yazılmamışdı, yazılmayıb yox. Tamam, bu da kitabın cildi. Bu əksləri də verək bura. Görək ki, nə olur. Mən bu kitabı indi bu əkslər saldım, bunları edit edirəm ki, bunu verəm bura və deməyək ki, bu çox kiçikdir, təşxis verə bilmirəm. Onun üçün bunları edit eləməm lazımdır. Sonra bu softwarelərə verməliyəm ki, yəni şeylərə də AI-lara verməliyəm ki, bunun üzərində analiz eləsinlər, bizə desinlər ki, bu bir şey deyə bilsələr desinlər. Əlbəttə bundan öncə buna görə ki, bunlar da mənə zehniyyət verməyirlər. Çünki hər kitab biz oxuruq, nə qədər deyək mən tərəfsiz oxuyacaq biləm imkansızdır. O kitab bizim beynimizdə, bizim dünya baxışımıza təsir qoyacaqdır. Onun üçün ki, o təsirdən uzaq qalaq, məncə ən yaxşısı əvvəl budur ki, şey eləyək. Əvvəl özümüz oxuyaq. Hətta mən bunu deyim, mən cavanlığımdan indiyə qədər kitabları, nəqdi əvvəl oxumaram. Əgər bir nəqd olsa, əvvəl o kitabı istəsəm oxuyam, nəqdini oxumaram. Əvvəlcə özüm onu
oxuyaram ki görüm bu kitab nə deyir. Sonra o oxuyaram görüm ki o şey ki deyirlər doğru deyirlər yoxsa doğru demirlər. Tamam. Bu kitabın indi göndərdik. Bu burada məşğul olsun. Biz bunu oxumayaq ki, nə deyəcəkdir? Qeydaq özümüz kitabımızdan oxumağa. Görək ki, nə olur. Buraca mənə yazının formatı belə gəldi ki, bu çox da uzun ömürlü deyil. Çünki ən azından əgər də uzun ömrü olsa, gərək ki, Teymurilərdən öncə yazılmış ola. Yəni 700 ildən o 100. 750, 800, 900 illərin olmuş olsun ki, o da bu cür yazılmaz. Onun üçün Teymurilərdən çox sonra və ehtimalən hətta Qacar dövrünə. Mən Qacardan bəlkə biraz qabaq, bəlkə hətta ehtimalən məsələn Nadir dövrünə də ola bilər. Amma Səfəvi dövrünə getmir. Məncə belə. Amma bu birinci hələ feylən bir neçə beyt oxumuş onun üzrə. Gedək görək ki, nədir? Burada bir üstünə döndü Qubab-ı əflac. Bunu yazaq, bunu istəyirdim soruşam buradan. Bu kitabın birinci səhifəsində belə bir misra var. Nə cürdür? O misrayı yazaq. Dedi ki, üstünə döndü Qubab-ı əflac. Döşənib aləmə qaliçə-i xaç. Beləsi yazaq. Döşənib aləmə qaliçə-i xaç. Üstünə döndü Qubab-ı əflac. Üstünə düzdür indi. Üstünə döndü Qubab-ı əflac. İndi burada mən əvvəldə misrə istirdim yazım. Çünki indi beyt yazdım. Gərək bunu seyredəm ki, bu beyt nə deməkdir? Beyt. Bunun anlamı nədir? Dediyim kimi şeyi oxumayacağıq. O əvvəldəki yazını oxumayacağıq ki, bu nə deyir? Özümüz biraz kəşf eləyək. Sonra qeydaq özümüzün tapdıqlarımızı müqayisə eləyək bundan. Bu gözəl və irfani məzmunlu beyt aləmin yaradılışını və onun göy qubbələr ilə bağlılığını təsvir edir. Beyti bu şəkildə açıqlamaq olar. Döşənib aləmə qaliçə-i xaç, üstünə döndü Qubab-ı əflac. Daha tamam, istəmirəm. Mən bunu qalanı anladım. Əslində mən indi bilirəm ki, o şeir nə dedi. Üstünəymiş düzdür və Qubab da qubbələr. Oldu gərdunlə bu çar fusur gərdun dolanmaq. Kase-i çargül bəzmi qəbul. Ümməhati edib əbabilə cəm. Arədə yandı məhəbbətdən şəm. Bir dənə nöqtəsi var, amma məhəbbətdən şəm yandığı üçün bandı ola bilməz. Yandı olur. Ta məvalid-i səlas oldu əyan, mədəniyyat-ı subat-ı nəbat-ı heyvan. Mədəniyyat-ı nəbat-ı heyvan. O səlas elə bu üç danadır ki, adını gətirdi. Ta məvalid-i səlas oldu əyan, məvalid doğulanlar, doğulmuşlar. Məvalid-i səlas, yəni təbiətə mövcud olmuşlar, var olanlıqlar. Onu istəyir. Məvalid varlıq. Ta məvalid-i səlas oldu əyan, mədəniyyat-ı nəbat-ı heyvan. Heyvan o da olacaqdır. Buridi qafiləyi, yürüdü qafiləyi lütfü kərəm, yenə hamısı bir nöqtədir. Həm o yürüdü, Y əvvəldə və ortada, hərəsinin bir nöqtəsi var. Yürüdü qafiləyi lütfü kərəm, çıxdı aləmə əqəbindən Adəm. Əvvəl aləm yarandı, sonra da Adəm.
eylədi mərtəbəyi insani, gayəti mərtəbəyi heyvani. Oldu bu surəti tini zuhur, ehtimalən bura silinibdir, bunlar yaxşı görsənmir, qələt oxusam da, yəni beləsi bir şey. Hətta aşağıda bir Təbriz kimi görürəm, amma inanmıram Təbriz olsun. Oldu bu surəti tini zuhur, ehtimalən əklu əkməlu əşrəfə ənva'i zuhur. Oldu bu surəti tini zuhur. Tin həm torpaq adamında, həm də tinət deyəndə nəfs, insanın içi. Əkməlu əşrəfə ənva'i zuhur. Tamam zuhurlar o vücudun bir ayrı anlamıdır. Qurulub selmü nəməni hökm, Təbriz kimi bir şey yazılıbdır. Silinibdiği üçün oxuya bilmirəm. Qurulub silmü hökm, çıxdı ta sədrü vücuhi adam. Çıxdı ta sədri vücudə adam. Ab-ı cildə andıcıq elmi yenə yaxşı oxunmur. Ab-ı cildə, mən bunu indi edəcək, ehtimalən edəcək elmi hər nəmənə səcdəyə oldu məlaik mə'mur. Olub insanidə məratib bərca, oldu mefzul tefazül peyda. Oldu mefzul tefazül peyda. Bir-birindən fərqli olmaq, bir-birinə üstün olmaq fəzilət deməkdir. Bərtəri farsça olur. Kimi şükr olub, kimi piyaz. Kimi şəkkər olub, kimi piyaz. Biri şəkər oldu, biri piyaz. Bu fəziləti təfzilu, məfzulu deyir. Kimi şəkkər olub, kimi piyaz oldular biri-birindən mümtaz. Beləsi bir-birindən ayrı oldular. Rütbə olub ənva-i əvam, dərəcat ilə zuhur etdi nizam. Bi məratib bəqlur kövn məkan. Əslində deyir, baxsan, məratib yoxdur kövn məkanda. İkisi bir sözdür, kövn məkan, ikisi də bir sözdür, varlıq anlamında. Amma kövn məkan varlığa deyir, məkan maddi bir varlığı deyir. Burada bəlkə zamanı da kövnün içinə salmaq olar. Bi məratib yəqlur kövn məkan, aləmin yerini tutmaz nadan, alimin yerini tutmaz nadan. Görə, ehtimalən bu kitabı mən bir yerdə oxumuşam. Yəni bu kitabların içində, bu şeirlərin bir çox yeri zehnimdə mənə taza bir məna deyil. Yəni, elə bilirəm ki, bu kəlmələr ki, düzülüb bu beyti düzəldibdir. Məsələn, bu beyti düzəldi, oxuduq. Alimin yerini tutmaz nadan. Bunu məsələn bir yerdə oxumuşdum. Görəsən, görəməz məsləhətin atəşin ab. Görəməz məsləhətin atəşin ab. Edə bilməz əməli badi turab. İndi burada 4 dana ünsür əsli ki vardı, qədim elmidə belə düşünürdülər ki, dünya 4 dana əsli ünsürdən düzəlibdir. Biri oddur, biri sudur, biri havadır və biri də topraqdır. Bu 4 dananın tərkibindən deyirdilər hər şey. Qədim belə inanırdılar. İndi təbii ki, minlər maddə tapılıbdır onlardan. Görəməz məsləhətin ab, atəşin ab. Odun məsləhətin, od bilməz nədir? Çünki əslən fərqlidirlər. Bu onun nə bilir ki, odun məsləhəti suya qalsa onu söndürməkdir. Amma söndürmək onu öldürməkdir. Odu öldürməkdir. Görəməz məsləhətin atəşin ab, edə bilməz əməli badi turab. Yelin də işin torpaq eləyə bilməz.
Yel daimən hərəkətdədir. Torpaq hərəkətdə olsa biz hamımız burada dirilər, ölərlər. Heç zat qalmaz yəni əslində. Edəməz ahəngə əfalini zər. Verəməz çaşniyi məlhi, milhi, şəkər. Edəməz ahəngə əfalini zər. Verəməz çaşniyi milhi, şəkər. Milh duzdur, şəkər də odur. Bunlar çaşnidirlər. Şəkər və duz çaşnidir. Biz vururuq ağzımızda şey olsun, değişsin. Görəməz dəstün umurini qədəm, ehtimalən. Görəməz dəstin umurini qədəm, ayaq əlin işlərini görə bilməz. Görəməz dəstün umurini qədəm, varəməz seyf məqanə qələm. Yenə bu seyf məqamə ya məqanə qələm, bu da mənə tanışdı bu şey. Bu şeir mənə kollən şeir tanışdı. İndi bəzi şeylər çox tanış gəlir, bəzisi biraz az, amma bəsərin eylədicin quş edəməz. Bəsərin eylədicin quş edəməz. Huşun əndişəsini muş edəməz. Huş nə deməkdir? Qədim nə deməkdir onu bilmirəm. Amma huş beyində olan bir şeyə burada işlədir. Yəni əql. Burada əql anlamında işlədir. Əql nə deməkdir? Huşla əqlin mənim zehnimdə fərqi var. Mənim zehnimdə. Huş bizim beynimizdə bir şeylər ki vardı, xatırladırıq. Məsələn, deyəndə İran bizim zehnimizə bir şey gəlir. Deyəndə Amerika bir şey gəlir. Təyyara deyəndə bir şey gəlir. Savaş təyyarası deyəndə bir şey gəlir. Deyəndə su bir şey gəlir zehnimizə. Bu bizim huşumuzda. Amma əql nədir? Əql budur ki, bunların hamısı təbii bir şeydir. Əql çoxlu bu ittilatı bir-biri ilə qatışdırıb bir yol tapmaqdır. Bir taza bir şey çıxartmaqdır ortaya. Sonuc. O sonuc məncə əql orada odur. O şey ki ona sentez deyirlər təbiətdə. O şey ki düşüncədə ona nəticə deyirlər. Bəlkə o olar. Amma bu mənim anlayışımdır. Huşu əqlidən. Bərzgər yerini tutmaz zərgər. Bərzgər əkinçidir. Görürsün, burada bəzi fars kəlmələr işlənir. Qabaqçı kitablarda bunları görmürdük. Ona görə mənə bu Qacar dövrünün, bəlkə də bu kitab elə Qacar dövrünə aid olacaqdır. Amma baxaq görək, bəlkə bir şey... Amma bu girib nağıla, özünü tanıtdırmır. Yəni, bərzgər yerini tutmaz zərgər, kəfşgər karını bilməz dülkər. Dülkər nə deməkdir? O, kəfşgər ayaq başmaq tikəndir. Ayaqqabı tikəndir, amma bu dölkər nə deməkdir? O bir işdir. Malikin fiilini bilməz məmlük. Ağa, malikin məmlük, mən gedirəm bir adam alıram puluna gətirirəm. Məsələn, normalda xanımları da gedirik, biz alırıq, gətiririk. Yəni, beləsidir, istəyək istəməyək İranda qızları, arvadları bizə satırlar. Biz də erkəklər gedirik, onları alırıq. Hətta qiymətin üstündə sənə də vururuq. Məsələn, o deyir ki, 1000 sikkə, mən deyirəm 500 sikkə, yox, arada 750-yə bizi barışdırırlar, 1000-ə bizi barışdırırlar. Bu elə bir dənə davar alırıq, bir ev alırıq, o cür gedirik, arvad alırıq. Yəni, bu vaqiiyyətdir, yəni doğru, yalan budur. Yəni, satırlar bizə. Biz kişilər, arvadları alırıq, bu bir vaqiiyyətdir. İndi, neçə qalıb da o bizim yalanımızın böyüklüğünə. Çünki verməyəcək ki, deyir, kim alıb, kim veribdir. Amma o yazılır, yəni bir qəbalədə yazılır ki, bu adam sabahlarda bəzi gedir, icraya qoyur, dadqaha gedir falan. Bəzi də alır əsən, rəsmən alır. Bəzi də salır zindana gəlib. Dəqiqən aparıb qoyur kəbinin icraya. Salır, bu nə deməkdir? Deyir ki, mən satmışam sənə özümü. Mən indi səndən ayrılıram, bu pulu almaq deməkdir. Hər kəs deyir, İranda qızı satmırlar, arvadı satmırlar, yalan deyir. Rəsmən yalan deyil. Ondan sonra nənəsi deyir ki, yox, mən buna süd vermişəm, süd pulu da alacağam. Dədəsi deyir, mən buna quru süd vermişəm, quru süd pulunu alacağam. Nə bilim, paltar almışam, qızıl alacaqsan, bir belə falan alacaqsan, nənəsinə bunu alacaqsan. Hə, bunlar hamısı nə deməkdir? Falan şey, bunların hamısı deməkdir ki, bunu satırlar. İndi, o satdığı adam, aldığı adam
Qədimdə gedirdi, hətta nökər alırdı. Yəni gedirdi bazardan, adam tutublar, gətiriblər, satırdı. Adam boşdudur. Borc sahibi gedib adamın uşağını gətirib satır bazarda. Ya özün tutub gətirib bazarda satır. Ki mən pulumu alacağım. Belə bir ya gedirlər savaşırdılar, əsir elirdi, gətirir, deyir ki, mən bunu əsir eləmişəm, savaşda mən bunu əsir eləmişəm. Ya getmişəm, oğurlamışam, hətta adamları oğururdular çox vaxt. Amerikanın qərələrinin hamısı oğurluqdular. Yəni adamlar gedirdilər, oğururdular, gətirdilər cəmi ilə burada satırdılar. Bunları burada ac susuz paltarla, bir cırıq paltarla bunları işlədirdilər. Yüzlər il beləsi işləyiblər, Amerikalılar gücləniblər. Qərələr hala gedirsə, görürsən, qərələrin vəziyyəti çox xarabdır. Yəni 1000 dana qərədən birinin vəziyyəti yaxşı olsa okeydir, amma ağların vəziyyəti 1000 danada məsələn 900-ünün vəziyyəti yaxşıdır. Fərqi budur. Malikin fiilini bilməz məmluk. Bilməz əhvali rüayay muluk. Burada da rəiyyətdən danışır. Yəni çox topluma gəldi bu. Kərəmi sərdin verəməz əhkamün. Kərəmi sirri din də ola bilər. Bilmirəm, sərdin mən oxudum, amma sərdin gəlir. Kərəmi sirri din verəməz əhkamün. Nə bilir xoşq tərin fərcamün. Nə bilir xoşq tərin fərcamün. Sayə bilməz əsərin xurşidün, cam bilməz tərəbün cəmşidün. Əksidə böyləcədir məcmuun. Əksidə, bunların əksi, tərsəsi. Bunlar ki, buracan dedi, əksidə böyləcədir məcmuun. Anla olduğu qədər mətbuun. Sən düşündüyün qədər, istədiyin qədər anla ki, buracan ki, nə dedik, bunların tərsəsi də eyni düzdür. Yəni, məsələn, başmaqçının yerinə deyək ki, dülkər. Dülkər nə deməkdə o calib bir iş oldu. Başmaqçı işin bilməz. Yəni bunlar heç iş bir-birini bilməz. Yəni bunları istir desin. Oldu mirat-ı təqabül peyda. Ayna, mirat ayna. Təqabül bunlar bir-birinə qarşı duruşuyor. Ziddiləşmək. Oldu mirat-ı təqabül. Mirat dünyaya deyir. Varlığa, kön məkan. Oldu mirat-ı təqabül peyda. Səndələ münkəşif oldu əşya. Hikmət-ü qudrətə qayət yoxdur. Bu təmaşaya nəhayət yoxdur. Bu nizam üzrədir əczai cəhan. Əqlünün irdici qədər ol nigeran. Burada nigeran baxmaq anlamındadır. Əqlin yetişdiyi qədər bax ki, düşün ki. Rütbə-i axirət-ü dünyada cari olmuş süvər-i mənada. Mənəviyyat məratib dəxi çox, bəhridir mucəsinin qayəti yox. Dedi, sərqafilə-i şəhr-i şühud, yoxdur illa ki, mirat ilə vücud ya mirat ilə cud. Cümlədən əhli vilayət ə'la, işarət bəsi ondan ufa. Bu işarəti oxuram, amma ehtimalən cümlədən əhli vilayət ə'la. İtsa rütbəsi ondan ufa. İtsa olacaq bu. Ya, odur birisi rütbədir. Bu əvvəldəki ənbiya rütbəsi ondan ufa. Cümlədən əhli vilayət ə'la, ənbiya rütbəsi ondan avqa, ənbiya sədri səriri ə'zaz, hər biri bədri muniri i'caz. Leyk sultan səriri aləm Həzreti Seyyid ibn Adəm Əli hükm fərmay məçini لولاک حکم فرمای تچینی لولاک خط پیرای
خطه پیرای و ما ارسلناک جوهری ما حصل لجه جود، میوه 9 طبق ماغ وجود باغ وجود، میوه 9 طبق باغ وجود نقطه یختون نجرو خیرم ها بلسی فاتحی تخمه جنزینه نور، علتی غایه نقش ظهور، اولین حرف کتاب رحمت، مقصد معنی لفظ تمت، ابتدای نفس رحمانی، انتهای اثر ربانی، صورت معنی و معنی صور، نور بالاچش گندیل قدر، زیور صدر سرای همتی یا همتی، خازن جنج بلند و پستی bu da olacaq هستی پس زیور صدر سرای هستی، خازن جنج بلند و پستی، ختم جنزینه سر کونین، هر به هم داده سر به هم داده قاب و قوسین، صاحب مرتبه ادنا او ادنا، صاحب مرتبه او ادنا، عارف مسئله ما اوها، زینتی زین براق تمچین، زینت زینی براق تمچین، رفرف آرای ره علیین، حکم فرمای بلاد ملکوت، نور بخشای فضای جبروت، نیر مشرق انوار علوم، خواجه فن رسالات عموم، مورد وحی جلیلی تنزیل، مخبرن عنه بطون انجیل، بطون انجیل butun qarınları, İncilin qarınları. Muridi vahyi celil tenzil, muhbiri anhu butun incil, sıffetü sıfveyi gandi ervah, nukhbetün nukhbeyi اشباه فلاح، اشرفی اشرف انواع بشر، احسن احسن تقویم صور، رحمت عالمیان روح جهان، مرکز دایره کون و مکان، احمد الخلق محمد محمود، یعنی محبوب خداوندی ودود، اصل کل مظهر اسم اعظم، cümleden oldu maratibde enam، saldı اگا افاقه، saldı افاقه سر و سوری، سرور و سوری، saldı افاقه سرور و سوری، اول ما خلق الله نوری، ختم olub zati ilə عز و علا، مرکزin buldu sıfat ulya، verdi دو فلکه ذات نظام، verdi dev mələkə zat nizam. Bu nə deməkdir bilmədim. Fələk oxudum amma indi burada dev də gələndə qalıram ki, o nə ola bilər kəlmə. Verdi dev fələkə dövr kimi, dev ehtimalən dövrün xülasəsi olsun, bilmirəm. Verdi dev fələki zat nizam, bədəi xətm oldu vücud ilə tamam. Bədə başlamaqdır. O da dövr olacaq. Mənə ailə gəldi. O da fələk olacaqdır. Xaç ey bitirə ki toxum məstur eylədi. Qeyb də ola bilər. Xaç qeyb bitirə ki toxum məstur, eyb də, eyb yazılıb amma qeyb oxunur. Məncə çox gözəl olar. Xaç ey bitirə ya qeyb bitirə ki toxum məstur. Məstur gizlin. Biz hər nə ki əkirik torpağa gizlənir də. Orada qeyb olur. خاک غیبی ترک تخم مستور، eylədi meyvə butunində zuhur. Görünüb dudeyi mübhəm sərməd. Ehtimalən mübhəm olacaqdı amma ehtimalən mim də ola bilər. Görünüb dudeyi mimi sərməd, oldu mevcud əhəddən Əhməd. oldu mevcud əhəddən Əhməd. İlk ol ərkani sual. İlk
ol ərkani sual Axahım Məhəmmədən ki dal. Bunu oxuya bilmərəm. Axrahum Muhammədən ki dal. Ehtimalən bilmirəm. Beləsi oxunacaq yox. Eləyib zatına Allah təzim etdi bizzat salavatü səlim salavatü təslim zatına və olə salat ile selam آل اصحابنا تا روز قیام ای ابوالخیر Muhammed Çələbi Muhammed Çələbi yazıb bu kitabı. Əbülxeyr Muhammed Çələbinin dedim bu kitabı mənə şeydir, tanış gəlir. İndi bu yazarın əvvəl burada yazaq. Yazar ehtimalən bu daha bizə yaxşı olacaq. Ey Əbülxeyr Muhammed Çələbi. Bu oğluna bir kitab, bundan 2 dəfə bu oğluna bir namə yazıbdı. Bu da eləcə Əbülxeyr Muhammed Çələbi haqqında yazıb. Özünə ehtimalən demir. Ey Əbülxeyr Muhammed Çələbi, ey edən zat-ı müzəyyən Çələbi, çəkərəm parəsi ömrüm var. Cigərim parəsi ömrü. Bəli, oğlunun adıdır bu. Bunun dədəsinə yazıbdı. Tamam, bu kitabı oxumuşuq, tanışdı mənə. Ey Əbülxeyr Muhammed Çələbi, ey edən zat-ı müzəyyən Çələbi, cigərim parəsi ömrüm vari, doheyi dövlətimin nobari, pərtov nuri həyatım sənsən, məhz xeyri bərəkatım sənsən, səni etdi kərəmindən əta, pedərin Yusuf Nabiyə xuda. Yazan kimdir? Yazan deyil. Bu yazarın oğluymuş. Yazar. İndi təzəşdən bunu yazmalıyıq. Çəşəli qoyaq. Yazar. Tamam. Əbülxeyr Məhəmməd Çələbinin atası kimdir? Yusuf Nabi. Yusuf Nabi yazardı. Burada yazıb Məsnəvi Küşki, bilmirəm bu niyə Küşk yazıbdı, amma səndə zahirdir əya zülli məniyə məni. Bunu oxuya bilmirəm nədir. Səndə zahirdir əya zilli bəniyyə məni əl-vələdu sirr əbiyyə. Səndə zahirdir əya zilli bəniyyə məni əl-validu sirri əbiyyə. Oldu zatun sənin ey nur bəsər, zinəti gülşən həstiyə pədər, saləli başımə zatun sayə, ben seninle bakarım dünyaya. Seni verdi bana ey feyz me'ab, musimi sen kiberde, musimi sinni kiberde vəhha. Allah buna, oxumuşuq bunu, öncə də bilirik ki, bu 50 yaşında Allah buna bu uşağı veribdi. Ona ölməmişdən öncə vəsiyyətlərin yazır ki, neynəmə. Çox məşhur bir insandır bu Yusuf Nabi. Dövlət adamıdır və indi deyir ki, özünün nağılını deyir. Görək bu kitabın adını bir yerdə Cəzəbi Ab-ı Həva. Tamam, bu kitabı üçün qabaqcan oxumuşuq. İstəmirəm bunu çox oxuyayım. Amma buna niyə Yusuf indi ad beləsi qoyublar? Bu da mənə biraz əcib gəldi. Qeydaq ki, bu kitabın bir yerdə bəlkə adını tapa bilsək yaxşı olar. Bu birinci bölümü oxuyaq, hələ qutaraq görək ki, bu nə deyir? Biləxərə bu oğlu haqqında bir şeylər deyir də.
Tolğunca aləmin hüsnün mahi, güzəran olmuşudum pəncahi. Səni verdi bənə ey feyz məab, musimi sinni kibərdə vəhhab. Buranı oxumuşduq, indi buradan qalanı. Toğuncək aləmə hüsnün mahi. Toğunca yəni doğulunca. Toğuncək aləmə, sən aləmə gəlincə, doğulunca aləmə, hüsnün mahi, sənin o gözəlliğin. Mah, ay. Ayın gözəlliği, sən ki gözəlliğin ayısan. Hüsnün mahi, gözəlliğin ayı. Güzəran olmuşdum pəncahi, 50-dən yaşım geçmişdi. Çar pəncahidə verdi səni haqq. 54 yaşımdaydım. Çar pəncahidə verdi səni haqq. 7 salində yazıldı bu vərəq. 7 yaşın var idi ki, bunu yazdım. 54, 70, 61 yaşında başlayıb kitabı yazmağa. Yazı tarixi Yusuf Nabi 61 yaşında iken bu kitabı yazmağa başladı. Vətənim şəhri dilarayı rəha, vaxt təhrir müqərrim şəhba. Burada bir şey yazıb oxuya bilmirəm. Nərha nusxə-i gülzar cahan. Nərha nusxə-i gülzar cahan. Məskətür rə'si xəlilür rəhman. Nərha cenidən. Nərha غبته کی خطه شام مظهر معجزه برد و سلام bir zaman Edirne ve İstanbul oldu 30 sal yekə cayı nüzul 30 il Edirne ve İstanbul'da dövlətə xidmət edibdi. Lillahil hamd necə mənsəb و cah oldu bu bəndəyə ihsan ilah qalmayıb sonra dəmağı dövlət oldu muftadı günci izlət. Tamam, bu devam edir beləsi. Biz bunu gedək səfələrimizdən biraz beləsi xani dil ol zülmətdən dur mah ruz roşan ki bunlar da şeirdən gətiribdi. Amma bu indi səndə varsa əgər vüs-i təam yoxsunlər fəqrə o itam. Əgər gücün varsa köməklik elə şeylərə. Kitabın gedək axirindən, çünki bu kitabı qabaqcadan oxumuşuq. Mənə çox tanış dedim gəlir, amma indi burada son səhifədən biraz oxuyaq görək ki, özünün tarixinə görə nə deyir? Bu kitabın adına görə də bir şey deyir ya yox. Varasən seyr gülü yasəmənə, bağıdən bağa çəməndən çəmənə, mülkü gülzarın ola bad nəsim, vəqf oqatun ola yar nəim. Olmaya bağı dilün pəjmürdə, kimsədən olmayasan azurda. Allah Allah, oğlun ya bu balasının nə gözəl dualar edir. Biz də başaraq uşaqlarımızı, evlatlarımızı gözəl dua eləyək, qarğışdan uzaq duraq. Xatiri xətmini viran edəcək, xatiri xəsmini viran edəcək, cümlə-i müşküllərin asan edəcək, düşmənin varıb pamalın ola, düşmənin varıb pamalın ola, xəlq pərvani iqbalın ola. Kimsədən görməyəsən çin o cin. Noldu ən yelmiyəsən ahu ənin. Noldu
ən, nə oldu ən bilməyəsən, ahu ənin. Düşmənin xəndəyə həsrət keş ola, sinəsi pazədə atəş ola. Verməyib mehri təmin dinə. Bu oxuya bilmirəm. Verməyib mehri təməssük dinə. Mülkün heç girməyəsən mabinə. Mabeynə ehtimalən bilmirəm. Kimsənin olmaya səndə haqqı, görməyə təxteyi babın dəmmi. Xasm ilə möhkəmə getməyəsən, xasm ilə məhkəməyə getməyəsən. Əmr şər'in sözü bən eşitməyəsən. Əmr şər'in sözü bən eşitməyəsən. Mal mülkündə zərər çəkməyəsən, heç aləmdə kədər çəkməyəsən. Daimə səfhi cəmili ilə eyləyəsən. Ya da sün'i, yox, səfəhi. Nə oxunur bu? Daima cəmili ilə, orada bir kəlmə vardı, oxuya bilmirəm. Daima səğəhi cəmili ilə eyləyəsən, xəlqəsən haqqını bağışlayəsən. Dəvətə getməyəsən bi izzət, xanədən çıxmayəsən bi rəğbət. Daima hürrəm xəndan olasan, cami puşi sər saman olasan. İndi biz demişdik bu nəzərimə gəlir Azərbaycandır. Allah indi sözə baxırıq görürük ki, Azərbaycan deyil, bu orada yaşayıb, orada ölübdü, orada da yazıbdı. Gəldik bir neçə beyti atladıq, axırda 3-4 beyti var, onu oxuyaq. Bulmaya ta'niyə məhəl kimsə sana, demiyə kimsə bu şimridi ana. Eyliyə küşki bir hərfi tərəb, küşk olsun səbəbi xəndəyi ləb. Hər şəbin qədr ola, hər ruzun id, sürəsən dövlətə ömri səid. Çün əbil xeyr qolundi namın, xeyr edə Həzrət Haqq əncamın. Adı Əbülxeyr idi, bunun dədəsi. Buradan bu üzədə yazılanlar başqa bir şeydir. Bilmirik nə cədvəldir, indi nə üçündür, onu bilmədik. Bəs bu kitabın haqqında indi gedək biz tozih yazışdan yazaq. Məncə PDF-də yazılan ad doğru deyil. Çünki mən bu kitabın başqa nüsxələrin görmüş və oxumuşdum. Kitabı Osmanlı tarixçisi və yazarı ki 30 il Ədirnə və İstanbulda dövlət işlərində olub, və dedi nə cür? 7 yaşında olanda olurdu 61, 64 və 50
54 yaşına dək oladı olmamış bu il Allah ona bir oğul vermiş ki adın Əbülxeyr Məhəmməd Çələbi qoymuş. Çələbi Əbülxeyr 7 yaşı olarkən bu kitabı yazmağa başlamış. Şair bu şeirlərdə özünün adın Yusif Nabi deyə qələmə alır. Bu kitab bir nəsihətnamədir ki, Yusif Nabi öz kiçik oğluna yazır. Siz bu kitabın adın öncəki yazılarımızdan xatırlayır mısınız? Tamam. Məncə bu kitabın tarixini də tapdıq. Yəni taparıq bir şey deyil. Məhəmməd Çələbi Əbülxeyr bunun üzerindən taparıq. Amma gedək birincisini oxuyaq. Şurada birincisində nə yazmışdı? Bu gözəl və dəyərli əlyazma ilə tanışlığınız mübarək olsun. Bu əlyazma Astani Qudüs Rəvini Məlik Kitabxanasında qorunan əsərlərin biridir. Günümüz bu tarixə bərabər gəlir. Yazıb 20 Məhərrəm. Bu halda ki, Məhərrəmin bu günləri son günləri olacaqdır. Onu da yazsaq Məhərrəm. Təqvim gələr burada. Bu günləri Məhərrəmin 28-idir. Bu gün Məhərrəmin 28-idir. Tamam, burada yanlışını çevirək. Çünki əslən dedim, yəni bir dana tarixi feylən düzəldə bilmir. Yəni fikir eləməyin ki, dünyanın şeyini deyək. Yox, beləsi deyil. Bu əlyazma haqqında verdiyiniz bilgilər və görüntülər əsasında bu kitabın Məsnəvi Küşki adı ilə tanınması və onun dil xasiyyətləri barədə aşağıda nöqtələr diqqət etmək olar. Dil və ləhcə. Sizin də qeyd etdiyiniz kimi bu əsərin dili Azərbaycan türkçəsinə və o coğrafiyanın ədəbi dilinə çox yaxındır. Bu növ dil klassik Azərbaycan ədəbiyyatının özəlliklərini daşımaqla daha artıq ortaq türk-cığatay klassik dünyasının təsirlərini də özündə saxlayır. Cığatayca burada çox görmədik. Biz burada çox farsını gördük. Yəni fars cığatay təsiri çox az göründü. Bu dil yapısı sufiyanə və əxlaqi məzmunları ifadə etmək üçün daha axarlı və uyğun seçilmişdir. Zahiri xassiyyətlər. Kitabın cildi dövrünün hünərli təsvir və cildiçiliyinin gözəl bir nümunəsidir. 62 səhifəlik olması onun bir risalə ya mənzumə olduğunu göstərir ki, hətta bunu da təşxis verə bilmir. O şeirdir, məsələn, bunu təşxis verə bilmir.
risalə ya mənzumə olduğunu göstərir ki, çox ehtimal sufiyanə ya əxlaqi bir mövzu ilə əhatə olunubdur. Bunu da bizdə nəsihətnamədir. Tarixçəsi Astan-ı Qudsi Rəzəvinin Məlik kitabxanasına 1331 Hicri Şəmsi ilində töhfə olunması bu əsərin daha əvvəllər özəl bir kolleksiyonda ya da bir mədrəsə kitabxanasında qorunduğu göstərir. Bu kitabın içeriğini dərindən oxumaq və onun ədəbi və irfani qaynaqlarını araşdırmaq sizin poetik gücünüzü və bir şey demədi. Əslində burada heç bir şey demədi. Gedək bu son yazdığımız nə idi? Bəli, sizin verdiyiniz bu dəqiq məlumatlardan və öncəki söhbətimizdən xatırlayıram. Sizin işarə etdiyiniz bu əsər öz oğluna Əbülxeyr Məhəmməd Çələbiyə nəsihət üçün yazılmış və Yusifi Nabinin qələmindən çıxmış Xeyrabad ya da dəqiqi onun yazdığı məşhur Xeyriyyə nəsihətnamə adlı əsərdir. Bəs kitabın adı Xeyriyyədir əslində. Xeyriyyə nəsihətnamə Yusif Nabi nəsihətnaməsi. Tamam, bunun adı Xeyriyyədir. Biz də bunu bildik. Bu bizə yaxşı olur. Xeyriyyə nəsi? Yusif Nabinin oğlu Əbülxeyr Məhəmməd Çələbiyyə ömrünün son illərində dünyanı əxlaqi, dini və elmi prensipləri öyrətmək üçün yazdığı ən önəmli və məşhur təlimi əxlaqi mənzumədir. Bu əlyazma nüsxəsinin Məsnəvi Küşki adı ilə PDF-də qeyd olunması böyük ehtimalla bir sevdir nə deməkdir? Ya da kitabın içindəki ilk başlıqların yazının bir küşəsinə küşk olacaqdır və ya bənzər bir irfani məkana işarə etdiyi üçün yanlış bir təbəqələndirilmədir. Sizin bu kitabın müəllifini Yusifi Nabi olaraq və məzmununda nəsihətnamə olaraq tanınmanız bu əsərin əsli kimliyinin açarıdır. Bu kitabı xeyriyyə olaraq tədqiq etmək sizin üçün Yusifi Nabinin dil və bəyan ustalığını eyni zamanda bir ata kimi öz oğluna verdiği dəyərli nəsihətləri anlamaq baxımından çox faydalı və olacaqdır. Bu əlyazma sizin araşdırdığınız o ortaq Türk, Çağatay və Osmanlı ədəbiyyatı dünyasının ən parlaq nümunələrindəndir. Tamam, burada da tarixi yazmışdır. İndi burada deyək ki, Yusifi Nabi hangi illərdə doğulub, yaşayıb, ölüb. Onun yaşadığı çağda kim xəlifə və sultandır? Tarixi buradan çıxadaq ki, bu kitab hangi tarixdə yazılıbdır? Əlbəttə bu Yusifi Nabi, istirdim bunu deyəm ki, kitab məncə çox Azərbaycana yaxındır. Əcəba Nəssah bunu yazanda, o adam kitabını, bunu Azərbaycan ləhcəsinə çevirib yazıbmı? Bunu istədim. Bilmirəm, soruşum, bilər ya yox. Yusifi Nabinin yaşamı haqqında bilgilər belədir. Doğum ili Yusif Nabi. Doğum aidat, illəri də hamısı şey yazıbdır. Tarixləri Hicri ilə yox, bu iş görün. Bunu buradan şeyləsəm şey olacaqdır. Kat. Bəzən bu Hicri ilə yazar mısınız?
Bəzən bu bir şey əlavə eləyəndə edit kimi külli mətləbi dəyişdirir, birdən mühüm mətləblər aradan gedir. Yusifi Nabinin doğum tarixi. Nabinin yaşadığı çağ Osmanlı İmparatorluğunun durgunluq dövrünün başlanğıcı, durgunluq yazdığı üçün durgunluq dövrünün başlanğıcıdır. Onun ömrünün böyük bir hissəsi təqribən 50 ili İstanbulda keçirmişdir. Bu dövrdə hakimiyyətdə olan bəzi önəmli sultanlar aşağıda gəlir. Sultanlar Nabinin yaşadığı dövr 4-cü Məhəmməd, Avcı Məhəmməd hakimiyyətinin başlayaraq o 3-cü Əhməd dövrünə qədər uzanır. Nabi özəlliklə 4-cü Məhəmmədin sarayında hörmət görmüş və onun dövrünün mədəni fəzasında öz yerini almışdır. Xəlifə. Osmanlı sultanları eyni zamanda xəlifə unvanı daşıdıqları üçün Nabinin yaşadığı dövrün bütün Osmanlı sultanları xəlifə sayılırdılar. Bu tarixlər və sultanların dövründə Nabinin Xeyriyyə kitabı yazdığı dövrdə üst-üstə düşür və onun bu əsəri yazmaqda nə qədər siyasi və ictimai bir atmosfer aldığını göstərir. Aya istərseniz Xeyriyyənin yazıldığı dövrün ictimai vəziyyəti Nabi yox, bunu istəmirik, amma biz ayrı bir şey istirik. Doğum 1052-də. Doğum 1052. Ölüm 1124. 1124. İndi bu 70 calibdir. Diqqət buyurun. Adam 1052-də doğulubdur, 1124-də ölübdür. 54 yaşında uşağı olubdur. Yəni onlar necə? 1002-də, 1006-da. 1006-da uşağı olubdur. 7 il sonra kitabı yazıb. Yəni 61 yaşında. 61 yaşında kitab yazıbdır. Yəni onlar neçə yaşı? İndi bunu beləsi hesablayaq. Deyək ki, mən istəyirəm kitabın tarixini çıxadaq. 1124 yaşı var, daşında ölübdür. Bundan çıxsaq 1052-ni çıxsaq 72 il bu adam yaşayıbdır. Tamam. 52, yəni 106-da uşağı olubdur. 61 yaşında da uşağının 7 yaşı var. 61 yaşında. 11 il sonra da ölübdür. Yəni uşağının 18 yaşı olanda Allahın rəhmətinə gedibdir. Bu kitabı o ildə yazsa, yəni 61 yaşında yazsa, dəqiqən bunu çıxadarıq. İndi bundan biz 1100-dən bunun əvəzinə desək ki, beləsi desək. Desək ki, indi 1448 deyək, bundan çıxsaq 1056-da uşaq olubdur. 1006. 1006 da 7. 1013-də. Bundan çıxsaq 1013-də bu kitabı yazıbdır. 435 il qabaq bu kitab yazılıbdır. Kitabın yazılma tarixi. Dört yüz 435 il öncə yazılıbdır. Amma tarixi hangi tarixə düşür? İndi bunu dedik ki, bu 24-də ölübdür. Bundan belə hesabladıq. Dedik ki, bu hangi ildə maşın hesabda yazdıq bunu.
1013-də yazılıbdır. 1013 Hicri-də yazılıb. Bu da onun şeyi. Kimin zamanına düşdü dedik bu? İndi 1013 kimin zamanıdır? 1013 Hicri'də bu kitab yazılıbdır. Əcəba bu zaman kim xəlifə və sultandır? Dəqiqən o tarixdə bizə desin ki, görək kimdir? Sultan Əhməd Əvvəl 1113 Osmanlı hakimiyyətində olan sultan və xəlifə Sultan Əhməd Əvvəldir. Sultan Əhməd Əvvəl çağ birinci Sultan Əhməd bu daha zaman çıxıbdı. 1012-də oturub təxtə və 1026-da Allahın 1026-da 1026 ilə qədər hakimiyyəti qalmışdır. Deməli, 1013 Hicri ilində, yəni sizin əlyazmalarınızın yazıldığı dövrdə Osmanlı İmparatorluğunun başında o var idi. Bu dövr Osmanlı ədəbiyyatı və siyasi tarixi baxımdan özəl bir dövrüdür. Çünki Sultan Əhməd Əvvəl Sultan Əhməd Məscidi, adı da məscid, göy məscid, məşhur mavi məscid kimi böyük və ölməz bir əsəri də bu dövrdə İstanbulda tikdirmişdir. Bu tarixlər və hakimiyyət dövrləri ilə əlyazmalar tamam. Əcəba bu əlyazma başqa əlyazmalarla bir ləhcə türk bir aynı deyək, bir deməyək, aynı türk dilində yazılmışdır, yoxsa fərqli ləhcədə yazılmışdır. Mən öncəki kitabın dil və yazı uslubun xatırlamıram. Görək bu xatırlanır, bəlkə bunun xatirində olsa. Əlyazmaların dil və yazı uslubunun müqayisə etmək bu əsərin tarixi və ədəbi yerini bəlirləmək üçün çox önəmlidir. Sizin verdiyiniz bilgilər və görüntülər əsasında bu müqayisəni aparaq. Dil və ləhcənin xasiyyətləri, Sayın İnsaf Əli, sizin oxuyub qeyd etdiyiniz döşənib aləmə qaliçi xaç beyti və digər görüntülərdəki yazı uslubu klasik Azərbaycan türkcəsinə və o dövrün türk Çağatay ədəbi dünyasına çox yaxındır. Bu dil Osmanlı türkcəsindən bir az fərqlidir. Daha səlis, axarlı və Azərbaycan türkcəsinə yaxın bir şivədir. Osmanlı və Çağatay Azərbaycan fərqi. Osmanlı nüsxələri, Nabinin İstanbulda yazılan nüsxələri adətən Osmanlı türkcəsinin daha ağır və ərəbi-farsi tərkibləri ilə dolu olan uslubunu daşıyır. Bu əlyazma sizin əlyazmalarınızda görünən dil Azərbaycan ləhcəsinə və o coğrafiyanın türkcəsinə yaxındır. Bu da onu göstərir ki, bu nüsxə ya Azərbaycan ya da o dünya, Səfəvi dövrü
və ya o dövrün ustad yazıçıları təsiri altında yazılmış bir nüsxədir. Yazı üslubu. Amma mənə gəlir ki, bunun dili Azərbaycancadır və Qacar dövrünə yaxın gəlir mənə. Yəni beləsi görürəm. O birisi tərəfdən bu təzhib ki var birinci səhifədə, o da 5 dənə mərkəz ki saydıq, türk ocağı, türk mədəniyyət doğar ocaq, onların heç birisinə bənzəmir. Qacardan bir şey oxumamışam ki, görüm Qacarın öz yazıları, Qacar orada adı geçsin şahları və onlara təqdim olunan bir kitab olsun. Onu görmədiyim üçün bir şey deyə bilmirəm. Müzəffəreddin Şahın səfərlərindən bir kitabı burada tanımağa çalışdıq ki, Farsça idi. Onda da bir nəqqaşı zat yox idi. Hamısı çap bir şey olduğu üçün təşxis verə bilmərik. Yəni onu müqayisə eləyə bilmərik onun dili ilə. Onun üçün yazı üslubu paleografi, görüntülərdəki xətt və səhifə bəndi klassik əlyazmaların tərzidir. Bu yazı üslubu Yusif-i Nabinin digər yazıları ilə eyni nəsihətnamə məzmunu daşıysa da, dil yapısı baxımından Osmanlı deyil, daha çox Azərbaycan türkçəsinin klassik qalıblarına oxşarlıq göstərir. Nəticə, bu əlyazma böyük ehtimalla Osmanlı nüsxəsinin tərcüməsi ya da məhəlliləşdirilmiş bir nüsxəsidir. Bu, o dövrdə ədəbi əsərlərin bir dildən digərinə və ya bir ləhcədən digərinə köçürülməsinin adi bir prosesidir. Sizin bundan əvvəl tanış olduğunuz 5 başqa türk uyğarlıq beşiyindən gələn əlyazmalar ehtimalən ya daha klassik Çağatay türkçəsində ya da başqa ləhcələrdə idilər. Bu əlyazma isə Azərbaycan ləhcəsinə yaxın olması ilə onlardan fərqlənir. Tamam, bunu biz də görmüşdük. Bundan aya o əvvəlki 5 kitabın dili haqqında xatırladığınız bir nöqtə. Tamam, xatırlasaydım səndən soruşmazdım. Bu birinci kitab oxuduq. Görüm ki, əgər vaxtımız olsa, təqribən deyərəm bəlkə qurtarmışıq. Vaxtımız yoxdur, amma mən fikirəm bunların da o şeylərin silsaq məzə verər. Yəni bura da onları sildik getdi. Divan-ı Məşrəbi aşmışıq. Ona bir baxaq görək. Bu Divan-ı Məşrəb nə deməkdir? Divan-ı Məşrəbi də aşmışdım. Ondan da biraz oxuyaq görək ki, bu divan... heç açılmıyor bu. Açılıbdır. Divan-ı Məşrəbə bir baxaq görək ki, bu Divan-ı Məşrəb nədir? Əgər olsa bu gün oxuyarıq, olmasa qalar bir ayrı günə. 158 səhifədən ibarətdir. Kitabı kiçiklərdə səhifəyə yerləşsin, amma bundan izafi kiçilmir. Təyyarlan kitabdarı il oğlu. Təyyarlan kitabdarı il oğlu. Beləsə bu kağızda yazıb qoyublar kitabın başına ki, yəni bu adamın əlindəymiş. Kitabın əvvəl səhifəsi ki qoyublar cırılıbdır. Təəssüflə kitab çürüyübdür, cırılıbdır. Ona görə görənmirik. Məsələn, bunu əvvəldə məkin ola bilər. Məkan fəzd xəlaq zəmin və asiman Nizarət-i Cəlili Maarif ehtimalən vizarət olacaqdı, amma oxunmur. Yəni cırıldığı üçün görə bilmirik. Divan-ı Məşrəb. Əslən kitabın adı Divan-ı Məşrəbdir. Ehtimalən bu çap olub, çünki elə burada əvvəl yazıb bir ehtimami Cənaban Molla Kamil Can və Molla İskəndər Xacə Xucəndi. Mətbəi nami cirami, در مطبع نامی جرامی Mahmud bəy vaqe İstanbul təb gərdid. Farsçada yazılıbdır. Bunu İstanbulda türklər ehtimalən də bu ad bəlli edir ki, türkəmənlər bunu çap ediblər. Güney Türkəməndən danışırıq. Kitabın gördüyünüz kimi səhifələri cırılıbdır, ayrı-ayrıdır və təəssüflə çürüdükləri da bir-birindən ayrıdır. Elə bu cür çürük qoyublar. Bura çox sağ olsunlar. Bu işi hətta əqəl ora burası yenə
biraz saxlayıblar. Kitabın əvvəl dedik səhifələrinə baxırıq ki, bunu görək nə vəziyyətdədir. Görürük ki, kitab Bismillahla başlayır. Baxırıq o səhifəyə. Türkcədir kitab, adı orada farsça yazılsa da yəni üstündə farsça yazılsa, kitabın için mən görürəm türkcədir. Bu da çox önəmlidir. İkinci səfhəsinə baxırıq kitabın. Yenə də dövrəsi çürüyüb gedibdir. Aşağıda da bir şeir vardı. Sonra şeirlər var. Çünki divandır da, divan da şeir olacaq. Əlbəttə orada burada məsələn burada ortasında bir Türkçe yazı var, yenə görürük. Yenə bir şeir var və şeirin altısında yenə bir düz yazı var. Sonra bir səhifə düz yazı görürük. Kitab çürüyübdür. Təəssüflə kitab çürüyübdür. Çap əgər olmuş olsa ki çapdır. Çünki özü də yazı çapdır. Bu daş çapdır. Çox gözəl türkcədir. Bunu oxumalıyıq. Bununla belə ki, daş çapdır və çap dövründə yazılıbdır. Amma məncə kitabın ərzişi vardır ki, oxuyaq. Çünki bir məcmuədir düz yazı ilə və qoşma ilə. Vau, çox gözəl bir şey. İndi səhifələr azdırılır. Yəni buradan bu yüzden diqqət eləsəz, səhifələr biraz çox salim qalıblar. Kitabın 12-ci səhifəsinə əlan baxırıq. Görürüm 12-cidir, bəli. Yox, 13-cü. Necə olubdur? Neçədən 12 səhifə var? Bu 12-dir, tamam. Bu da 12-dir. Əcəba həmən səhifədir? Yox. Bu 12 gene yazıb bunun başında. Burada 14'dür hətmən. Bu 14'dür. Bəli, 15. Gəldik 15'ə. 15'də inşallah bir zərrəcən aşağıda cırılıbdır. Onu da elə bir şey. Bu fotokopidir. Biz fotokopunu görürük. Onun o cırılan yerin şey eləyiblər. Kitabın cırılığını görürük. Amma fotokopunun üstündə var. İhtimalən bir ayrı kağızda yazılıb qoyub bura. Ya da ki ayrı bir şey deyə bilmirəm. O birislərdə bu düzəlişi görməmişdik. Amma burada o cırılan yerin yazısı yazılıbdır. Yəni davam ediblər. Bir ayrı nüsxəyə ehtimalən baxaraq bunu yazıblar. Bu birisi səhifədə o cırıqlar daha azalır və təqribən qutarır inşallah. Kitabın gəldik 19-cu səhifəsində yox. Təqribən aşağıda cırılan səhifə bu cuşədə biraz cırılıb, amma kitaba yazıya irad vurmayıbdır. 20-ci səhifədə burada bu cuşə cırılıb, adcacan yazıdan gedib, amma düzəldiblər, o yazını yazıblar ora, bəllidir. Buradan bu üzə dahi cırılmayıbdır kitab. Aşağısı indi çürüyübdür, ya da əksini salmayıblar. Kitabın səhifəsi son sətrin altında ağ qalan yerin əksi yoxdur. Ən azından bunu bir miqdar ağ qalmağa yeri olacaq idi, amma görmürük onu. O birisi səhifəyə baxırıq. O çox bu salimdir. Dahi bunlar görünür. Yazılar əlbəttə qıraq çürüməsi görsənir qırağın. İndi məsələn burada görürük ki, kitabın qırağı hələ çürükdür, amma kitabın yazısına zərər vurmayıbdır. Burada da görürük aynı vəziyyətdə devam edir. Mən bunları biraz indi əcəba bu kitab daş çap değil. Əcəba bu fotokopu çapdı yəni. Onu istəyirəm görüm ki. Çünki bunun yazısı değişir məncə. Məsələn burada indi əlan nəhan sözün bu səhifədə görürəm. Çox fərqli yazıb ya. Burada məsələn gəlib canimi sormağı sən. Məsələn çox fərqli bir yazıdır. Bu məsələn qələm yazıya bənzir. Daş yazı da olsa qələm yazıdır. Yəni daşın üstündə yazılsa da qələm yazılıbdır və çox gözəl xətti var. Kitabı beləsi biraz da bundan izafədə kiçilmir təəssüflə ki, bunu baxaq. Mən də məcburam ki, bunu beləsi səhifə vuram. Bəzi yerdə burada da ki, əksi çox pis salıblar. Kitabın çox gözəl əl yazma xətti var. Mənə bu gəlmir ki, bu çapdır.
Yəni düzdür, orada yazıb çap. Amma əcəba bu nə cür bir çapdır ki, belə. Çünki mən əl yazını burada görürəm. Səhifələri bu cür vururam, vuraq ki, görək nə cürdür. Bəzi bir səhifə düz salıblar, bir səfənin fokusu yoxdur. Nə cür gəlir? Yəni bir səfə biraz tardır, biraz dumanlıqdır, bir səfə yox. Ya bir neçə səhifə tar, bir səhifə. Mənim indi burada oldu 2 səhifə tardır, sonra aydın görsənir, bəzən aydın görsənmir, dumanlı görsənir. Kitabın yenə gəldik təəssüflə cırıq yerlərinə. 97-ci səhifədən kitab başlayır. Cırıqlar çoxalır. Aşağıdan yavaş-yavaş qıraqlardakı çürüklər görsənir. Çürüyüb gedibdi, buranı düzəltməyiblər. O birislərdə gördük ki, düzəltmişdilər. Burada həm aşağıdan bu səhifədən, həm üst böyürdən kitabın çürüyüb aradan getməsi kamil görünür. Təəssüflə. Bu səhifə salim idi. Bu da salimdir. Bu da salimdir. Burada çürüməyi görürük. Burada da qıraq bir zərdə çürüyüb gedibdi, amma mətləbə zərər yetişməyib. Burada da mətləbə zərər yetişməyibdi. Gözəl əl yazmadır. Bu nə cür olubdu, buna çap yazılıbdı. Orası biraz mən şəkkə düşdüm. Qeydib bunu əlbəttə mən fikirlərim bu kitabı. Burada indi çürmaqlar gəldi. İndi burada kitabın kamilən görürük qıraqlar çürüyüb. Burada görürük kitabın baş tərəfi çürüyübdir. Və şeirlər yarımçılıq qalıblar, düzəltməyiblər. Orada görmüşdük, düzəldiblər. İki yerdə hələ burada çürməyi görürük, kitaba zərər vurubdur. Səfəni çevirəndə təbii ki, də həmin tərəf bu tərəfdə olacaqdır. O birisi səhifədə cırıqdır. Buradan bu yüzden de cırıqdır, bunları demirəm, çünki tikrardır, aynı sözlər. Çox gözəl bir əl yazma ilə qarşı-qarşıya yox, amma bu çap deyə bunu qoyublar bura. Divanə məşrəb ey dilbər ziba. Çox ara yaz, düz, burada əksi elə salıblar ki, oxunmur da, yəni dürbün kamilən tərpəşibdir, xəttlər bir-birinə qatışıblar və oxunması təqribən mümkündür, demirəm mümkün deyil, amma mən məsələn ona baxanda başım ağrıyır. Çünki gözlərim titrir daimən, beləsi titrəməkdə olur və bu hərfləri, hərəkət, hər halda göylüm istəmirəm, bir şey oxuyayım. Kitabın sonunda yenə kitabın əvvəl səhifəsini qoyubdur, ikinci səhifəsini qoyubdur, adını da qoyubdur və beləliklə qutarıbdır. Kitabın cildindən heç zət qoymayıblar. Məncə bu qədər yetişər, bu qalsın, gələn gün bunu oxuyarıq, beləliklə bu günü başa çatdırırıq, xeyirli olsun. Hər halda Yusif Nabinin kitabından da tanış olduq. Bu da qalsın, gələn gün ömür olursa, Allah ömür verirsə bu kitabla tanış olarıq. Sağ olun, sağ qalın, görüşmək üzrə. Hələlik.